Salam əziz və dəyərli kanal izləyiciləri, əziz dördüncülər, 4-cü siniflər üçün Çinar yayımlarının yarpaq test riyaziyyat kitabından izahlarımız davam edir. 7-ci testin izahı ilə qarşınızdayıq. 7-ci testdə ilk tapşırıqdan davam etmiş olarıq. Birinci tapşırıqda yazır ki, verilənlərə əsasən fərqi tapın. A bərabərdir 5, C bərabərdir 0, E bərabərdir 4, B 7, D 6, F də 8-dir. Verilmiş hərflər yəni rəqəmlərlə əvəzlənmiş olacaq və yerinə qoyulub fərqi tapmış olarıq. Burada birinci başlayırıq. F-in qiyməti 8 olduğuna görə 8 yazmış oluruq. Burada yazırıq 8. Daha sonra B-nin qiyməti 7-dir. D-nin qiyməti 6 və C-nin qiyməti də 0-dır. Aşağıda isə F-in yerinə 8 yazmış oluruq. A-nın yerinə 5 yazmış olarıq və Y-nin yerinə də 4-ü yazmış oluruq. Və bunları alt-alta çıxmış oluruq. Mən 2-2 çıxmağı sizə öyrətmək istəyirəm. 60-dan 54 çıxırıq. Yəni 60-dan 54 çıxa bilirsə çıxırıq birbaşa. Bu da eləcə neçə 0,6 etmiş olur. Daha sonra 87-dən 8 çıxmış olur. Bu da 81 daha doğrusu 79 etmiş olacaq. 79. Doğru cavabımız 7906, 7906 B variantında verilmiştir. İkinci tapşırıqdan davam edirik. 6560 çıxılsın 370 fərqində azalan və çıxılanı 34 vaid artırsaq, fərq necə dəyişəcək? Qaydaları bilməyimiz lazımdır ki, fərqin dəyişməsi üçün azalan və çıxılanla fərqin münasibətini bilməyimiz lazımdır. Əgər biz azalanı neçə vahid artırırıqsa, fərq də həmin qədər artacaq, azaldanda da həmin qədər azalır. Amma çıxılanda isə çıxılanı artırır, neçə vahid artırırıqsa, fərq də həmin qədər azalmış olacaq. Yəni tərsdir bir-birləri ilə. Azaldanda isə çıxılanı fərq həmin qədər artır. Yox əgər həm çıxılanı, həm də azalanı eyni vahid artırsaq, fərq dəyişməyəcək. Burada da azalan və çıxılanı 34 vahid artırırıqsa, deməli, məsələn, ki, azalanı 34 vahid artıranda fərq artacaq 34 vahid, çıxılanı 34 vahid azalanda yenidən 34 vahid azalacaq. Deməli, fərq elə əvvəlki qaydasına düşəcək və dəyişməyəcək. Doğru cavab B variantında verilmişdir. Üçdə yazır ki, verilmiş ədədlərin fərqi hansı yuvarlaq ədədə daha yaxındır? İlk öncə bunların fərqini tapmalıyıq. Hansı yuvarlaqlaşdırmış olaraq. Burada baxırıq ki, hansı yuvarlaq ədədə daha yaxın olduğunu tapmış oluruq. 620.985 çıxılsın 10.009. Biz bilirik ki, 620.985-dən 10.000-i çıxsaq, qalacaq 610.985. Bundan da 9-u çıxmış olsaq, yəni mən şifahi çıxıram burada. Bu deyəcək 610.976 etmiş olacaq. Və bu hansı yuvarlaq ədədə yaxındır? Yuvarlaqlaşdırmağı da minliklərə qədər yuvarlaqlaşdırmış olublar. Minliklərə qədər də yuvarlaqlaşdırmış olsaq, görürük ki, burada 611.000 alınmış olur. Yəni yuvarlaqlaşdırma zamanı 611.000 alınır ki, doğru cavabımızda D variantında verilib. 610.000 də burada var. Əlbəttə ki, 610.000-dənsə daha yaxın, yəni minliklərə qədər yuvarlaqlaşsa 611.000-ə uyğun olmuş olacaq. 4-ə baxırıq. Yazır ki, rəqəmləri fərqli olan ən böyük 4 rəqəmli ədədlər rəqəmləri fərqli olan ən kiçik 4 rəqəmli ədədin fərqi neçədir? İlk öncə rəqəmləri fərqli olan ən böyük 4 rəqəmli ədədi yazmış oluruq ki, bu da 9876-dır. Və rəqəmləri fərqli olan ən kiçik 4 rəqəmli ədəd yazırıqsa, böyük ədəd yazanda böyük mərtəbələrə böyük rəqəm yazırıq. Yəni ki, belə deyək də, rəqəmlər sanki azalan sıra ilə, yəni böyükdən kiçiyə düzülür. Amma ki, kiçik ədəd yazmaq istəyiriksə, o zaman böyük mərtəbəyə kiçik rəqəm yazmış oluruq. Düzdür, ən kiçik rəqəm 0 olaraq qeyd olunur, amma ki, 0 ilə başlayan ədəd olmadığına görə hər zaman 1 ilə 0-ın yerini dəyişirik və bundan sonra bizim ədədimiz alınacaq 1023.
bizə tək və ya cüt haqqında heç bir şey demədiyinə görə, yəni sadəcə olduğu kimi ədədi yazırıq. Və bunun da fərqi neçədir deyir. Fərqini tapmaq üçün 76-dan 23 çıxırıq, eləcək 53, 98-dən 10 çıxanda 88 etmiş oldu. 8853, 8853 də A variantında verilmişdir. Növbəti 5-ci tapşırığa baxır. Yazı çıxma əməlinə görə aşağıdakılardan hansı A, C və D rəqəmlərindən biri deyil? Çıxma əməlində biz görürük ki, burada çıxılan əlbəttə ki, məhsuldur. Yəni biz çıxılanı tapmaq üçün eləyirik, azalandan fərqi çıxmış olar. Yəni əslində 48716-dan 42154-ü çıxmış olar. Mən burada 3-ü çıxaram, siz 1-1 çıxarsınız, yəni çıxma əməlini yerinə yetirməyi bacarırsınızsa və yaxud da ki, buradan başlayarıq, məsələn, tək-təkə. 2-dən 4 çıxmaq, 12-dən 4 çıxanda 8 etmiş olur. Buradan 1-ini vermişdik deyə, burada 0 qalmışdı. 7-dən 1-ini veririk, 10-dan 5 çıxırıq, 5 etmiş olacaq. 7-nin yerində qalıb 6, 6-dan 1 çıxırıq, eləyəcək 5. 48-dən də 42 çıxırıq, bir dəfəlik 6 yazmış olaq. Oldu 6558. Bizdən nə soruşur? Rəqəmlərdən biri deyil. Hansı deyil burada? Əlbəttə ki, 5 var, 6 var. C-də, yəni 9 isə yoxdur deməli. Hansı deyil? 9 deyil. 6-da yazır ki, 205603 ədədindən oxunuşu 205063 olan ədədi çıxdıqda alınan nəticə hansı modelə düzgün göstərilib? İlk öncə biz 205603-ü yazırıq və bundan oxunuşu 205000 yazırıq 205063 olan ədədi çıxmağımız lazım olacaq. Yəni buradan da 603-dən 63 sanki çıxmış oluruq ki, bu da eləyəcək 40 daha doğrusu 540 etmiş olacaq. 540 etmiş olacaq. 540 da hansı variantda verilmişdir? Burada birinciyə baxırıq ki, burada deyil. Çünki 4 rəqəmdir. Burada 2 rəqəmdir. 3 rəqəm olanlarda C-də 500-lük. Burada 4 onluq 0 və 540 cavabı C variantında var. Digərində baxsaq ki, burada 3 rəqəmdir. Amma burada 5, 0, burada 4-dür. 504-dür. Doğru deyil. Doğru cavabımız C variantında verilmişdir. 7 yazır ki, hansı fikir doğrudur? 5000-lik 4 onluq 4 təklik 5000-lik 4 onluqdan 4 təhlik çıxsaq 5000 edər. Xeyr, 5000-likdən 5000-lik 4 onluq 5040 eləyir. Bundan 4 təhlik çıxsaq eləcək 5036 etmiş olacaq. Bu doğru deyil. 6000-lik 3 onluq 5 təhlikdən 3 onluq çıxsaq 6000 etmiş olacaq. Xeyr, burada 5 təhlik də var. Ona görə də bu da doğru deyil. Çünki 6035 eləyir. Bundan 30 çıxanda 6005 etmiş olacaq. 4000-lik 500-lük 6 onluqdan 600-lük çıxsaq 4500 edəcək. 4000-lik 500-lükdən 600-lük çıxanda əlbəttə ki, artıq 3960 etmiş olacaq. Yəni burada çıxsa bu da doğru deyil. Yəni doğru olmayanlarda birincisi doğru deyildi, ikincisi doğru deyil, üçüncüsü çox güman ki, dördüncüsü doğrudur. Yazır 7000-lik 800-lük 5 təhlikdən 500-lük çıxsaq 7305 etmiş olacaq. Bəli, 7805-dən elə bir şey 7805-dən biz 500-ü çıxmış oluruq və 500-ü çıxanda əlbəttə ki 7305 qalmış olacaq ki, doğru cavab D variantında verilmişdir. 8-ci tapşırığa baxırıq. Buradan bura gəldik. Yazır ki 336928 ədədinin minliklər mərtəbəsindəki rəqəminin mərtəbə qiymətindən yüzlüklər mərtəbəsindəki mərtəbə vahidlərinin sayını çıxsaq hansı ədəd alınar? İlk öncə minliklər mərtəbəsindəki rəqəmin mərtəbə qiyməti 6-dır. Burada mərtəbə qiyməti olacaq 6000 etmiş olur. Və deyir ki yüzlüklər mərtəbəsindəki mərtəbə vahidlərinin sayı. Yüzlüklər mərtəbəsindəki mərtəbə vahidlərinin sayı da 9 etmiş olur. Bundan elə bir ki 9-u çıxmış olaraq mərtəbə vahidlərinin sayını çıxsa hansı ədəd alınmış olacaq? Olacaq 5991 etmiş olacaq ki, doğru cavab da B variantında verilmişdir. 9-cu
suala baxırıq. Yazır ki, 8, 5, 2, 1, 4 rəqəmlərindən bir dəfə istifadə etməklə düzələn ən böyük cüt ədədlə ən kiçik tək ədədin fərqi neçədir? İlk öncə ən böyük cüt ədədi yazmağımız lazımdır. Cüt ədədlərdən ən kiçiyini sona saxlayarıq. Cüt rəqəmlərdən 2-ni. Qalanların isə əvvəldən, yəni azalan sırayla düzürük. 8, 5, daha sonra 4, daha sonra 1 və sonda 2-ni yazırıq. Bu ən böyük yolda. Ən kiçiyini düzəltmək istəyiriksə o zaman böyük mərtəbəyə kiçik rəqəm yazmış oluruq və ən böyük cüt rəqəmi sona saxlayarıq. Olacaq isə 1, 2, daha sonra 4, 5 və 8. Və bunların iyilirik bir-birindən çıxsaq fərqin bizdən istəyir. 12-dən 8 çıxanda 4, 10-dan 5 çıxanda 5. Burada qalıb 0, daha da 3, 13-dən 4 çıxanda 9, 4-dən 2 çıxanda 2 və 8-dən də 1 çıxanda 7. 72.954, 72.954-də elə B variantında verilmişdir. Növbəti 10-cu suala baxırıq. Aşağıdakı verilənlərə görə fərqdən 312 çıxsaq nəticə neçə alınar? Azalanımıza baxırıq ki, burada minliklərdir. Deməli 3000, baxaq burada 10 yüzlük minlik olmuş olur. Minliklərdir 3000 eləyəcək 6. 3006 yazaq burada. 3006. Bundan çıxmış oluruq 2305'i. 2305'i çıxmış oluruq. Burada 1 qalır. Burada 0, 30'dan da çıxsaq 23'ü 7, 701 cavabı da C variantında verilmiştir. 11-ci suala baxırıq. Yaz ki, 560 ədədindən sonra 3 0 yazsaq, həmin ədəd neçə vahid artar? Əlbəttə, ədəddən sonra 3 0 yazırıqsa, neçə dəfə artdığını da bunu zamanla öyrədəcəmsə, amma artıq biz bilirik ki, 560 olacaq 560 min və neçə vahid artdığını tapmaq üçün də 560 mindən əlbəttə 560'ı çıxmış oluruq. Burada qalacaq 559.440 etmiş olacaq. Doğru cavab hardadır? 559.440 da D variantında var. 12-ci sual yazı tərkibində ən azı 3 ədəd 4 rəqəmi olan ən böyük 5 rəqəmli ədəddən 44.499 ədədini çıxsaq, fərq neçə olar? Tərkibində ən azı 3 ədəd 4 rəqəmi olan ən böyük 5 rəqəmli ədəd. Burada ən böyük isə biz burada 5 rəqəmi isə 3 dənəsi 4 olacaq. Burada yazır ki 99.444 yazmış olur. Tərkibində ən azı 3 ədəd 4 rəqəmli olan ən böyük 5 rəqəmli ədəd. Və bundan çıxmış olaraq 44.499'u çıxmış oluruq. 4-dən, yəni çıxsaq 14-dən çıxırıq 5 qalır, 13-dən burada 4 qalmış olacaq. Burada 3 qalır, 13-dən 9 etmiş olur. Burada da 8-dən 4, burada da 5 etmiş olacaq. 54.945, 54.945 də D variantında verilmişdir. 13-cü sual yazı ki, fərqi tapın. Burada fərqi bizdən istəyir. 9-dan 4 çıxırıq 5 etmiş olur. 12-dən 6 çıxmış oluruq. 6 etmiş olacaq. 8-dən 1'in verdik. Burada 7 qaldı. 4-dən 1'in veririk. 17-dən 9 çıxırıq. 8 qalmış olacaq. Burada 3 qalıb. 3-dən 3 0 yazmış oluruq. 37-dən 15 çıxsaq 22 etmiş olur. Oldu 220.865 C variantında. Əslində daha tez tapmaq üçün son rəqəmlərini, məsələn 65, 865, burada 2 dənə variant var. Tamam, irəli gedib tapa bilərsiniz. 14-cü suala baxırıq. Yazır ki, hansı misal səhv hesablanmışdır? Biz bunların son rəqəmlərini bir-birindən çıxır. Burada məsələn 11-dən 4 çıxanda 7 düzdür. Burada 7 də var. 7-dən 5 çıxanda 2. 13-dən burada 3-dən vermişik. Bura bir dənə gözlə 8 demiş. 3-dən 5, 13-dən 5 çıxanda 8 doğrudur. Burada 5-in 84 qalıb. 84-dən 72 çıxanda da 12 doğrudur bu. Bu doğru oldu.
Daha sonra 39.254-dən 22.191-i çıxmışlar. 4-dən 3 düzdür. 5-dən 9 çıxmağı, 15-dən 9 çıxanda burada 6 qalması lazımdır. Yəni biz bilirik ki 5-dən 9 çıxa bilmir. 2-dən 1 10 və 15-dən 9 çıxırıq. Burada 6 qalır. Burada isə 4 yazılmışdır. Bu səhvdir və bizdən hansı səhv hesablanmışdır? Yəqin ki bir dənəsidir. Digərləri doğru olmuş olacaq. 15-ə baxırıq. Yazıcı tənliyi həll edin. Məhsul toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxmaq lazımdır. Yəni x də bərabərdir cəmdən, yəni 38.257-dən 16.872-ni çıxmış olarıq. 7-dən 2 çıxanda 5 etmiş olur. Sonu 5 ilə qutaran 2 variant var. Daha sonra 15-dən 7 çıxanda 8 eləyir. Burada 1 qalmışdı. 11-dən 8 çıxmış olsaq 3 qalmış olacaq. Burada 7 qalıb, 37-dən də 16 çıxsaq 21 etmiş. O 21.385 doğru cavab C variantında verilmişdir. Və 16-cı test bu sonuncusudur. Bildirim ki, izahların davamı üçün sadəcə bəyənməyiniz, kanala abunə olmağınız lazımdır. Dəstək üçün paylaşsanız çox sevinərik, şad olaraq və dəstəyinizə çox ehtiyac var. Buna görə də hər birinizə təşəkkürümü bildirirəm. 16-da yazır ki, fərqi minliklərə qədər yuvarlaqlaşdırsaq, nəticə neçə olar? İlk öncə biz fərqi tapmaq görə fərq neçədir? 291-də 291 1-dən 5 çıxmaq olmur. 9-dan 1 verir ki, 11-dən 5 çıxırıq eləyir 6. Daha sonra burada 9-un yerində 8 qalıb, 8-dən 7 çıxırıq 1. 2-dən 7 çıxmaq olmur. 4-dən 1, 12-dən 7 çıxırıq 5 eləyir. Növbə 3-ün burada 3 qalıb, 13-dən 9 çıxa bilmir, 3-dən 9 çıxa bilmir, 13-dən 9 çıxırıq qalır 4. 7-nin yerində 87 yox, 86-dır. 86-dan da 35 çıxsaq 51 etmiş olacaq. Və biz bunu deyirik ki, minliklərə qədər yuvarlaqlaşdırın. Minliyə qədər yuvarlaqlaşsaq alınacaq 515 min alınmış olacaq. 515 mində doğru cavab A variantında verilmişdir. Bu qədər. Növbəti testin izahı ilə qarşınızda olaraq bəyənməyi, kanala abunə olmağı və dəstək olmağı unutmayın. Hələlik sağ olun.